Sənin bir adın var, Cındır. Sənin adın Cındırdır. Qancığın qarnından çıxansan sən. Çünki səni dünya gətirən, nə olsun, ana müqəddəsdir. Amma səni dünya gətirən qancıqdır. Ona görə ki, belə show biznesin içərisinə düşmüsən, oradan alladırsan Cananı, oradan alladırsan Aygünü, oradan hamısına deyirsən subayam. Dostlar, bu da başqa ölkənin vətəndaşıdır deyə gətirir, sərbəst göstərir ki, baxın subayam. İndi bu qızlar da ailə qurmaq istəyirdi, nə eləsinlər? O birisinin adını niyə çəkmirəm? O deyir ki, gün həyatımda adam var, məni atar da bilmir bunu. Onu qoydum bura. İndi də bir dənə bicdoğan elə tayım budur. Get bicdoğanla cəhənnəm ol. Sənin bir də başın üçün deyil ha, yığasan kimisə hədə qorxu gələsən. Onsuz da səni şikayət eləyəcəklər aidiyyatı qurumları. Ay dostlar, başqa ölkənin vətəndaşı gəlib mənim vətənimdə, mənim belə deyim ki, sənət yoldaşlarımı hədə qorxu ilə təhdid edir ki, sənin başını oynaçaram, sənin başını oynayır. İllərləndir. Bunların çörəyi ilə oynayır. Restoran administratorlarını yığır, özü kimi cındırları. Deyir, bunları şou proqrama çağırmayın. Onun sözü ilə o qızları şou proqrama çağırmayan o restoran administratorlarına deyirəm. Elə siz də qancığın qarnından çıxmışsınız. Hə, kim onun sözü ilə? Nətər heysiyyatınız yoxdur ki, sənin vətənin qızı gəlir orada zəhməti ilə pul qazanır. Kakoyni bu düdük, küçədə qalan, arvat şotuna, özünə kişidir. Gündə rentakardan bir dənə maşın götürür. Gah Galinvagen sürür, bu gah Range Rover sürür. Sənin harana yaraşır? Dədən zibillikdən putulka yığıb satır, hə, Cındır. Kimsən, hə sən? Üç həftə xoruzun qoltuğuna vermişəm, ağıllı ol. Başa düşdün, sənin cırmını cırt ayıraram. Mən sənə o başını oynaşdığın qızlar deyiləm, ha. İş verən. Hay dostlar, iş verəndir. Bax, at cəmi buradan da bir şey deyirəm, ha. Yürür gedir şikayət edir. Arvadları şikayət edir bu. İş verən. Səni kişi bilib, sənə salam verən var, özünü tanımır. Bax, buradan deyirəm. Kimin buna şübhəsi varsa məni yıxsın. Profildə nömrə var. Mən onu sübut eləyim. Onun iş verənliyini sübut eləyim. İçki mağazasını şeydir, Nisiyə o qədər viski yazdırmısan, oradan almısan. İnqilabda bir mağaza var. Mənim direktimə yazıblar. Ged oranın pulun ver. Rentakardan maşın götürürsən, rentakarın da pulun verməmsən. Sənin adına maşın varsa, onda mən afət deyiləm, afiqəm. Göstər də sənin adında maşın var, sənin adında evin varsa, ümumiyyətlə, sənin bu həyatda bir evin, bir maşının varsa, onda mən afət yox, afiqəm. Göstər də. Səni kimi adını kişi qoyan kişicikdən valla mənim kimi qadın yaxşıdır. Çünki heç kimin haqqına girməmişəm, heç kimin çörəyi ilə oynamıram. Gəlib indi bu ər oğrusundan zaksa düşməyin də şeyi, məqsədi nədir dostlar? Şeydir, orada işləyir qeyri-legal. İndi şey eləyə bilmirlər, aça bilmirlər bunun fırıldağının üstünü. İndi bunun oturum izini yox, bir şey yox. O qədər sənət problemi var ki, bu ər oğrusunun əli ilə zaksa düşüb oturum izini almaq istəyir. Yoxsa bu arvad almaq, arvadın da bu ağılla öyrədib, boşayıb ki, gəl, uşaqlarıma da baxacam, sənə də baxacam. Məndən könüllü zaksdan ayrıl. Mən gedim bu cındırla evlənim, şeyə düşüm, oturum izini alım. Burada pul qazanıram da. Pul da nədir? İndi orada heç nədir, heç kimdir. Yalan binaları göstər, bu mənim binamdır. Git dədəm putulka yığır zibillikdən. Git onun dərdini çək. Ağıllı ol deyirəm sənə. Get, başın başlara qoşma. Sən oradan buradan 100-200 manat tapıb o sənin sözünü deyənlərə də ümid olma. O nə bilim kimin prodüseridir, nə mənədir, hər kimdir mən bilmirəm, tanımıram. Ağıllı ol deyirəm. Sən heç kim yiyəsiz deyil. Başa düşdün? İndi deyəcəm də, indi elə insan var, kəsdiyi çörəyə hörmət qoyur, deyir, vaxtı ilə çörək kəsmişik. Bu nə deməkdir? Sən indi pul yiyəcəksən deyə, hansısa, belə deyim ki, qadının pulunu yeməyin dərdindən gör, hansı səviyyəyə, dostlar, bu düşüb ki, gedib arvad uşağını boşayır ki, lap bu inansın ki, bundan ötürü boşadı. Buna deyir, məni o boşatdı, ona da deyir, məni bu boşatdı. Şərəfsiz, piyanistə alqaş ha.